Nədir burada? Nöqtədən çəkilən toxunanın tənliyi bu olarsa. MN-i tapın. Nə edəcək? Biz belə edəcəyik. Toxunanın tənliyi y bərabərdir. Bu 4x minus 13'müş. Eləmi? Əslində toxunan deyəndə bunu bir başqa cürdə həll etmək olar. Məsələn, bu görürsən nədir? Paraboladır. Bu da düz xəttdir. Arta gedir də. Bu da tutaq ki, burada toxunur. Bu da belə. Toxunma anlayışı burada həm burada hərf verməyib, həm burada hərf verməyib. Yəni başqa parametr verməyib. Toxunma anlayışı iki funksiyanın bərabərliyinin bir nöqtədə olması anlayışıdır da. Yəni iki funksiyanın kəsişmir, toxunur. Deməli, bunun ikisini bərabər götürüb sən əslində belə həll edə bilərsən. Törəməsiz, məsələn, mən belə həll edə bilərəm. Burada nə qalır? Plus 9. Baxın, x nəyə bərabər oldu? 3'ün kvadratı. X-in yerinə 3 qoy, elə burada sən qoy. X-ə 3 qoyanda y neçə edir? -1. 3 -1'dir. Amma törəmə ilə necə yazacaqsan? Törəmə ilə belə yazacaqsan. Deyəcəksən ki, bunun k-sı 4'dür. K nə idi? F törəmə x 0. Onda x neçə oldu? Baxın. 3. X-in yerinə 3 apar qoy, y tut. Törəmə k deyildi. Oradan aldık da. Aydındır. Məsələn, bir parabolun bir düz xəttin toxunandan danışanda və yaxud da deyir kəsişir və yaxud da deyir ki, ortaq toxunma və yaxud da ortaq nöqtəsi yoxdur. Bunu törəmə ilə mən yazmıram. Bunu tənliklər sistemi ilə yazıram.